bir adam bu gün ən çox ölüm verən nədir? Ürək-damar sistemi xəstəlikləridir. Və ürək-damar sistemi xəstəliklərinin içərisində nədir? Ən çox verən təbii ki, infarkt. Qəflətli ölümlər nə qədər artıb? İldırımvari ölüm deyirlər. Bəzən bir saniyədə. Sonra onu biopsiya eləndə yəni bir şey yoxdur. Görürsən, tərtəmizdir ürəyin içərisi. O qədər sürətli olur ki, trombin əmələ gəlməyə də vaxt olmur. İstər açıq ürək əməliyyatı keçirmiş adam olsun, istər stent qoymuş adam olsun, istər infarkt keçirmiş adam olsun, istər stenokardiyası, döşünlər, bu sinədə yanmalar, ağrılar olsun. Deyir, hərəkət eləndə yanma əmələ gəlir, ağrı əmələ gəlir, dayanıram, keçir, təzdən sonra bir də yeriyirəm. Bu, təbii ki, bunlar hamısı risk faktorudur və infarkta yaxınlaşan bir faktordur. Onların hamısında zəli qoyduranda çox gözəl effekt verir zəli və 6 ay təmin edir ki, trom əmələ gəlməsin, infarkt əmələ gəlməsin, insult əmələ gəlməsin. Onu da dediyim kimi zəlinin tərkibində olan 250-dən artıq ferment, xüsusilə dəhürdün fermenti bir mənalı şəkildə kömək edir.